Xəbər verdiyimiz kimi Ələt qəsəbəsində nəzarətsiz ərazidə əmi və onun qardaşı oğlu suda boğulub. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə ilə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin sularda xilas etmə və dalğıc xilas ediciləri axtarışlara cəlb olunublar. Axtarışlar nəticəsində əmi Əli Həsənov Aris Həsənoğlunun, eləcə də 15 yaşlı Əli Həsənov Həsən Asifoğlunun meyitləri sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu az öncə məlumat yayıb. Məlumatda deyilir: İmişli rayon ərazisində zəlzələ baş verib. Məlumata görə 21:53-də qeydə alınan zəlzələnin gücü 3,2, dərinliyi isə 26 kilometr olub. Zəlzələ demək olar ki, hiss olunmayıb. Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. Report xəbər verir ki, ər-arvad arasında yaşadıkları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun da həyatını xilas etmək mümkün olmayıb. Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məlum olub ki, Xırdalan şəhər sakini olan kişi həyat yoldaşına xəsarət yetirdikdən sonra özünə də zərbələr vurub. Nəticədə kişi ölüb, arvad isə xəstəxanaya çatdırılıb. Ər-arvadın kimliyi müəyyənləşib. Bunlar 1972-ci il təvəllüdlü İbrahimov Tərlan Həsənoğlu və 1978-ci il təvəllüdlü İbrahimova Günəş Xəlil qızıdır. Sumqayıt sakini bədbəxt hadisənin qurbanı olub. İyulun 27-si saat 07 radələrində şəhər sakini 1962-ci il təvəllüdlü Şahin Şükürov yaşadığı evin 4-cü mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Şükürov avqust ayının 1-də orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.